Növbəti Brüssel görüşü ilə bağlı proqnozlar müsbət istiqamətə yönəlib. Avqustun əvvəlində Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaltmaqdan yayınmağa çalışan İrəvan qisas əməliyyatı ilə öhdəlikləri icra etməyə başlayıb. Məhz bu amil Avropa İttifaqının mərkəzində Azərbaycanın mövqeyinin bu dəfə daha güclü olmasına təkan verir. İkinci Qarabağ müharibəsindən sonra dördüncü dəfə baş tutan Brüssel görüşü bu dəfə də yeni konfigurasiya fonunda reallaşır. Hər dəfə Azərbaycanın verdiyi möhlətdən sui-istifadə etsə də, sonradan yenə rəsmi Bakının dediyinə gəlib çıxan İrəvanın bir neçə həftə öncə Laçın məsələsində baş verənləri xatırlaması vacibdir. Üstəlik, bu ilin mart ayında Azərbaycan ordusunun Xocalının Fərrux kəndinə yerləşməsi də Ermənistanın nəzərə almalı olduğu məqamlardan biridir. Artıq ermənilər də görürlər, Paşinyan özü də Azərbaycan öz hədəflərinə nail olur. Azərbaycan bundan tam istifadə edir. Biz bunu heç kimdən də gizlətmirik. Təəssüflər olsun ki, təzyiqsiz Ermənistanı heç nəyə vadar etmək mümkün deyil. Burada söhbət gedir ki, Azərbaycan kompleks hərbi, diplomatik və siyasi və iqtisadi mexanizmlərdən istifadə edir. Adətən qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılması məsələsində müsbət addımları özünün də mənafeyinə tam cavab verə bilər. Yəni, İrəvan ilk növbədə özünü düşünmək məcburiyyətindədir. Sözsüz ki, Nikol Paşinyan əgər sülh istəyirsə, o ilk növbədə delimitasiya, demarkasiya getməli və sərhədlərimizi tanımalıdır. O çox yaxşı bilir ki, sülh qaçılmazdır. Ermənistan əgər sivil bir dünyanın beynəlxalq aktor kimi fəaliyyət göstərmək istəyirsə, həyat sürmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmaq çox vacibdir. 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə regionda sabitliyin yaradılmasının ardınca Avropa İttifaqı da bu istiqamətdə konkret addımlar atmaqda maraqlıdır. Minsk Qrupu İnstitutunun iflasından sonra Avropa İttifaqı Şurası səviyyəsində belə təşəbbüs əhəmiyyətli rol oynayır. Üstəlik, Şuranın prezidenti Şarl Mişelin status ifadəsini işlətməməsi, sülh sazişinin imzalaması istiqamətində bu qərb təşkilatının səmimiliyini ortaya qoyur və Azərbaycanın haqlı mövqeyi Avropa İttifaqında çoxdan qəbul olunur. Uzun illər Cənubi Qafqaz bölgəsinə beynəlxalq hüququn şərtlərinə əməl olunmayıb. Avropa İttifaqı həm bu səbəbdən, həm də bölgənin bir çox məsələlərdə, xüsusilə də enerji məsələlərində xüsusi əhəmiyyətə malik olmasını nəzərə alaraq sabit sülh üçün təşəbbüslə çıxış edir. Müharibə bitdikdən sonra Azərbaycan daimi sülhün bərqərar olması, Ermənistanla real dialoq üçün addımlar atır. Bölgədə sabitliyin bərqərar olması, kommunikasiya xəttlərinin açılması hər bir tərəfin marağındadır. Ermənistanın bu prosesdən yaymaq seçimi yoxdur. Orada anlamalıdırlar ki, bu həm də bütün ermənilər üçün əlavə iqtisadi imkanlar yaradacaq. Ermənistanın hansı ağır iqtisadi durumda olduğunu unutmamalıyıq. Onlar işğal dövründə o torpaqlarda heç bir iş görməyiblər. Yalnız dağıdıb məscidləri, abidələri məhv ediblər. Onlar bu torpaqlarda dayanıqlı iqtisadiyyat yaratmayıblar. Beləliklə, yeni reallıqları istəsə də, istəməsə də bir-bir qəbul edən İrəvan bu dəfəki Brüssel görüşündə də baş verənlərdən dərs aldığını elan edə bilər. Proseslər istənilən halda qalib tərəfin, yəni Azərbaycanın maraqlarına uyğun cərəyan edəcək. İndiyə qədər regionun bir küncündə təcrid olunmuş vəziyyətdə qalan Ermənistan üçün Azərbaycanın diktəsinə uyğun addımlar atmaqdan başqa çıxış yolu yoxdur. Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.